81-ci ildə həm də ailə həyatı qurmusunuz. Bəli, Düz deyirəm? 2 övladınız var. bəli. Övladlarınızın neçə yaşı var idi siz Amerikaya köçəndə? Oğlumun 14 yaşı, qızın 12 yaşı. Uyğunlaşmaları rahat oldumu? Adaptasiya, buradan dostlarından, qohumlardan, xala uşaqları, xala nəvələri, bilmirəm də o ətrafdan ayrılıb, gedib Amerikada yaşamaq, onlar üçün darıxmaq, özlənmək kimi bir hisslər var insana məxsus olan. Necə keçirdilər? Məncə çox belə rahat oldu bu keçid, belə bir problem olmadı. Orada da yeni dostlar tapdılar, biz ailələrlə tanış olduq, öz çevrəmizdə. Belə necə deyirlər, smooth, yəni Birgə yaşamaq. bir problemsiz oldu. Alışdılar. Onlar bizdən daha tez alışdı. Mənim yoldaşım Rasimə xanım, ona biraz çətin oldu alışmaq. O da sonra öz çevrəsini buldu ətrafında. Sonra Türk ailələr var, sonra Rus ailələr var, Yahudi. Sovetlərdən gedən onlarla biz əlaqədə olduq.